Belarus prezidenti Aleksandr Lukashenko ölkədə bütün növ qiymət artımlarını qadağan edən qərar imzalayıb və sənədin qüvvəyə mindiyini bəyan edib. O hesab edir ki, bu addımın əsas məqsədi inflyasiyanın qarşısını almaq və bazarda sabitliyi qorumaqdır. Bəs belə bir inzibati qərar Azərbaycanda da tətbiq oluna bilər? İqtisadçı Elçin Rəşidov bu barədə Today Press TV-yə danışarkən bildirib ki, Belarus prezidentinin qərarı qısa müddətli effekt versə də uzun müddətli perspektivdə ölkə iqtisadiyyatı üçün zərərlidir. Onun sözlərinə görə belə inzibati qərarlar ilkin mərhələdə inflyasiyanın qarşısını alır və alıcılar qiymətlərin artmadığını hiss edirlər. Lakin bu tədbirlər uzun müddətli dövrdə iqtisadiyyatı kiçildir, istehsala, ticarətə və ümumilikdə bazar mexanizminə mənfi təsir göstərir. Stat: İqtisadiyyatda qiymətlər tələb təklifə uyğun formalaşmalıdır. İnflyasiyanı inzibati yolla deyil, Mərkəzi Bankın faiz dərəcəsi siyasəti və digər makroiqtisadi alətlərlə tənzimləmək lazımdır. Belə olduqda inflyasiya ilə əmək məhsuldarlığı arasında balans görünür. Statın sonu. İqtisadçı əlavə edib ki, qiymət artımını inzibati yolla məhdudlaşdırmaq bazar mexanizmini pozur və istehsalçı ilə ticarətçinin fəaliyyətinə zərbə vurur. Stat: Qiymətlər mövsümdən, təklif və xammal amillərindən asılı olaraq dəyişməlidir. Bu cür müdaxilələr sektorları sıradan çıxara bilər. Əks halda istehsalçı və ticarətçinin bazarı ölür. Yəni bu sektorda qiymətlər mövsümə görə dəyişməlidir. Belə addımların daha bir mənfi nəticəsi qara bazarların formalaşması və məhsul çatışmazlığıdır. Bu isə növbələrin yaranmasına, qeyri-rəsmi əməliyyatların artmasına, korrupsiya hallarının çoxalmasına və işsizliyin yüksəlməsinə gətirib çıxaracaq. Belarusda baş verən proseslər nəticəsində valyutanın dəyərdən düşməsi, qiymətlərin artması və əhalinin rifahının pisləşməsi qaçılmaz olacaq. Statın sonu. Elçin Rəşidov vurğulayıb ki, eyni addım Azərbaycanda tətbiq olunsa, nəticələr eyni ilə Belarusdakı kimi olacaq. Bu səbəbdən o bu addımı düzgün hesab etmir. Mütəxəssisin fikrincə, Lukashenkonun qərarı populist xarakter daşıyır və uzun müddətli dövrdə davamlı ola bilməyəcək. Türkan İskəndərli, Namiq Abbasov, Today Press TV.